Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri, əziz 9-cu sinif şagirdləri, əziz bizi izləyənlər. Mən Araz müəllim bu gün sizlərə Qazax Tovuz Region Təhsil İdarəsinin 7 noyabr 2025-ci il tarixində keçirmiş olduğu monitorinq sınaq imtahanının riyaziyyatın suallarının izahlarını paylaşacağam. İnşallah zəhmət olmasa video başlamazdan əvvəl videonu bəyənib kanala abunə olmağı unutmayasınız. Bəli, birinci suala başlayırıq uşaqlar. Deyir 2 ardıcıl cüt natural ədədin cəmi 66-dır uşaqlar. Burada səhv düşürdü, bu 66-dır. Bu ədədlərin kiçiyini tapın. Biz ardıcıl cüt natural ədədlərin düsturunu bilirik. 2x üstəlik 2 şəklində yazmalıyıq. Cəmdə 66-dır. Tənlik qursaq 2x üstəgələk 2x üstəlik 2 bərabərdir 66-ya. 2x-lar toplasaq eləyər 4x üstəgələk 2 bərabərdir 66. 4x bərabərdir 66-dan çıxarıq 2 64 eləyər. 64-ü də 4-ə bölsək x-ə almış olaraq 16. İndi uşaqlar biz aparıb 16-yı 2x-də yerinə yazsaq 2-yi 16-ya vursaq 32 eləyər. 2-yi 16-ya vurub üstəlik 2 gəlsək 34 eləyər. Bizdə də bu ədədlərdən kiçiyini soruşur. Cavab E variantı. Növbəti suala baxırıq. Növbəti sualda deyir ki, sən vedrədən 5 dəfə çox su tutur. Bir vedrə 5 litr su tutarsa, sən neçə litr su tutar? Deməli, bir vedrə 5 litr su tutur. Bunu yadda saxla və 3 çən, yəni çən 3 vedrədən 5 dəfə çox tutur. Onda biz çəni tapmaq üçün 3-ü vurarıq 5-ə, onu da vurarıq 5 litrə. Cavab deyiləyər 75 litr. Yəni, cavab B variantı. Növbəti suala baxırıq. Deyir ki, qonşu bucaqlardan biri digərindən. Qonşu bucaqları çəkəyin. Qonşu bucaqlardan biri digərindən 8 dəfə kiçikdir. Yəni, biz bura x yazsaq, onda digər bundan 8 dəfə böyük olar, 8x olar. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər olduğunu nəzərə alaraq tənliyi həll etsək, biz buradan x-a 20 alarıq. Deməli, onu dışarı yerinə yazsaq, deməli, bizdə x olar 20, 8-i də 20-yə vursaq 160 dərəcə. Bizdə alınmış bucaqlar 20 və 160 dərəcə. Yəni, cavab A variantı. Növbəti suala baxırıq, 34-cü suala. AB parçası 5 bərabər hissəyə bölünübdür. Bunların hər biri bərabər hissələrə bölünübdür. Ona görə hər birinə x yaza bilərik. Bizdə deyir ki, MB-nin, yəni MB bizdə uşaqlar, baxın bu hissədir. Bu hissə bizdə 4x-dir. Və AN də bax bu hissədir. AN də görürsünüz ki, 2x-dir. Bizdən 4x-in 2x-a nisbətini soruşur. Cavab deyiləyər 2. Yəni, A variantı. Növbəti suala baxırıq, 35-ci suala. A-nın hansı qiymətində deyir, bu xətti tənliyin həlli olmaz. Bunu qeyd edin. Uşaqlar, xətti tənliyin o zaman həlli olmur ki, x-in əmsalı 0-a bərabər olsun. Yəni, A çıxaq 5 bərabərdir 0, A da bərabər 5 olarsa, bu tənliyin həlli yoxdur. Yəni, cavab B variantı. Növbəti suala baxırıq. 36-cı suala. Misalı götürən 2 üstü mənfi 3 vurulmuş 2-nin üstü mənfi 6, onun da qüvvətində 2. Məxrəci də 2 üstü mənfi 5, qüvvətində də 3. Bərabərdir. 2 üstü mənfi 3-ü saxlayağın. Biz bilirik ki, qüvvəti qüvvətdə yüksəltdikdə qüvvət üstlər vurular. Mənfi 6 2-yə vursaq mənfi 12 eləyər. Məxrəc də eyni qayda ilə mənfi 5 3-ə vursaq mənfi 15 eləyər. Bərabərdir. Əsasları yenə olan qüvvətləri vurduqda qüvvət üstləri toplanar. Mənfi 3 ilə mənfi 12 toplasaq mənfi 15 eləyər. Burada da göründüyü kimi 2 eyni ədədin nisbəti həmişə 1-ə bərabərdir. Yəni, cavab E variantı. Növbəti suala baxırıq. 37-ci suala. 37-də kök altında 47 üstə gələk kök altında 7 çıxaq kök altında 9-a. Bərabərdir. Əslində rahat sualdır. Biz bu cür tənlikləri, yəni bu cür kvadrat kökləri həll edildikdə əvvəlcə içərisindəki kökdən başlayırıq.
Kök altı 9-dan 3 çıxar. Çıx 3 yazdıq. Bərabərdir. Kök altı 47 üstəgələk. 7-dən 3 çıxdıqda 4 eləyər uşaqlar. Bərabərdir. Yəni 47 üstəgələk. Kökdə 4-dən də 2 çıxar. Bunları toplasaq kök altı 49. O da bərabərdir 7-yə. Yəni cavab C variantı. Növbəti tənliyə baxırıq. Yəni bu tənliklər sistemidir uşaqlar. Deməli 3x üstəgələk y bərabərdir 7 və x çıxaq y bərabərdir 1. Tənliyindən bizdən x-i tapdıyır. Cəbri toplama üsulundan istifadə etsək, çərtəvə toplasaq burada y-lər islah olar. 4x bərabərdir 7 ilə 1 toplasaq 8. X də bərabər 8-i 4-ə bölsək 2. Yəni cavab A variantı. 39-cu suala baxırıq. 2 bucağının cəmi 118 dərəcə olan 3 bucağın 3-cü bucağını tapın. Şöyle 3 bucağının cəmləri, daxil bucağın cəmi 180 dərəcə olduğuna görə 180 dərəcədən 118 dərəcəyi çıxarıq. Cavab deyilər 62 dərəcə. Yəni cavab C variantı. Növbəti suala baxırıq. 44-də perimetri 44 olan, uzunluğu 16 olan düzbucaqlının enini tapın. Düzbucaqlı çəkəyin əvvəlcə. Bizdə deyir ki, perimetrimiz 44'dür. Uzunluğu 16'dır. Onda biz bura bir A yazalım. Bizdən düzbucaqlının enini soruşur. Bizdə düzbucaqlının perimetri 2 vuraq A üstə ilə B, yəni 16'ya bərabərdir. O da bərabərdir 44'ə. A üstə ilə 16 bərabərdir. 44'ü bölər 2'yə 22 eləyər. A bərabərdir 22'dən də 16'yı çıxsaq, cavab eləyər 6. Yəni cavab E variantı. Növbəti suala baxırıq. 41-ci suala. 41-də 5x üstəgələk 3x üstəgələk 4x bərabər 24 tənliyini həll edin. Biz bunları toplaya bilərik. 5x-in üstə 3x gəlsək 8x, üstəgələk 4x gəlsək 12x bərabərdir 24'ə. X də bərabərdir 24'ü bölərik 12'yə. X-ə almış olarıq 2. Yəni cavab C variantı. 42-ci suala baxırıq. 100'ün kvadratı çıxaq 98'in kvadratı bərabərdir 2A. Bizdən A-nın qiymətini soruşur. Əvvəlcə biz bunu kvadratlar fəri kimi yazsaq, 100 üstəgələk 98 bərabərdir 2A şəklində yazaq. 100'dən 98 çıxsaq 2 vuraq 198 eləyir, toplasaq bərabərdir 2A-ya. Hər tərəfdən 2'yə ixtisar aparsaq A-ya 198 almış olarıq. Yəni cavab D variantı. 43-cü suala baxırıq. Bir hədlər bölməsinə aid olan maraqlı bir sualdır. Bizə nə deyir? Deyir ki, 3A kvadratı mötərizənin kubu vurulmuş -3'də 1 AB üstü 2'nin üstündə 2. Bir hədrlisin qüvvəti əmsalan nisbətə çoxdur. Biz əvvəlcə bu bir hədliyi kuba yüksəltməliyik. 3'ün kubu eləyər 27. A-nın üstü 2'yi də 3'ə vursaq A üstü 6 vurulmuş. Burada bir şeyə diqqət etmək lazım ki, mənfi ədədin cüt dərəcənin qüvvəti müsbət eləyir. -3'də 1'in kvadratı müsbət 9'da 1. A üstü 2, B üstü 2 də 2'yə vursaq 4 bərabərdir. Biz burada ixtisarları aparsaq, cavab alarıq 3. A-ları vurduqda əsasları ilə olan qüvvətləri vurduqda əsas qalır, qüvvət üstləri toplayırıq və B üstü 4. Bizdə indi bunun qüvvətini soruşur. Qüvvət uşaqlar dəyişənlərin üstləri toplanır. 8'in üzərinə 4 gəlsək 12 eləyər. Əmsal da tapmaq üçün baxırıq ki, dəyişənlərin qarşısında duran ədəddir. 12 də deyir 3'dən neçə dəfə çoxdur? 12'yi də 3'ə bölsək 4 dəfə çoxdur. Yəni cavab D variantıdır. Növbəti suala baxırıq. Növbəti sual tənasübdür. Deməli, sual belədir. Sürətdə 3,6 məxrəcdə x bərabərdir. Sürətdə 5'də 1, məxrəcdə isə 9'da 4. Tənliyimiz bu cürdür. Tənasübü kənar hərflərin hasili orta hərflərin hasilinə bərabərdir. Yəni x vurulmuş, baxın bu hissəyə vururuq. X-i vururuq 5'də 1'ə.
bərabərdir. 9-da 4-ü də biz vurmalıyıq. 3,6-ya. 3,6-yı da uşaqlar düzgün olmayan kəsr şəklində yazdıq. 5-də 1x bərabərdir. Burada ixtisarlar var. İxtisarları aparaq və 10-la da 4-ü aparaq. Cavab eləyir 5-də 8. Buradan da hər tərəfdən məxrəclər eyni olduğuna görə məxrəcləri ata bilərik. Cavab da olar 8. Yəni B variantı. Növbəti suala baxırıq. 45-ci suala baxırıq. 45-dən nə deyir uşaqlar? Yaxınlaşdıraq. Bəli. 45-də deyir ki, 40 metrin kvadratı döşəməni rəngləmək üçün 6 kiloqram boya lazımdır. 20 kvadrat döşəməni rəngləmək üçün nə qədər boya lazımdır? Şöyle baxırsınızsa, əgər 40 kvadrat metrə 6 kiloqram boya lazımdırsa, 40'ı burada 2'ye bölüblər. 40'ı 2'ye böləndə 20 elibsə, onda 6'yı da 2'ye bölsək 3. Cavab yəni C variantı. İstəsəz bunu tənlik kimi də eləyə bilərik. Tənasüb kimi həll etsək, x-i 40'a vurarıq. 40 vuraq x bərabərdir 20 vurulmuş 6'ya. 40x bərabərdir 120'yə. 120'yi də 40'a bölsək, yenə cavab 3 eləyər. Növbəti suala baxırıq. 7'yə, 8'ə, 9 və 10 ədədlərini böldükdə qalıqda bir alınan ən kiçik çox rəqəmə də tapın. 7'yə, 8'ə, 9'a bölünən ən kiçik ədədi tapmaq üçün onların ən kiçik ortaq bölünənini tapmalıyıq. Yəni onların əkobunu tapmalıyıq. Qalıq da 1 deyirsə, üzərinə 1 gəlməliyik. Yaxşı, gəlin bunu sadə bölüklərinə ayırmaqla izah edək. 7'yi 7'yə bölsək 1, 8'i sadə bölüklərinə ayırsaq 2, 4, 2, 2, 1. 9'u sadə bölüklərinə ayırsaq 3, 3, 1. 10'u sadə bölüklərinə ayırsaq 2, 5'ə 5, 5'ə 1. Deməli, biz hər hansı bir sadə bölüğü götürürük. 5 ilə 2'yi götürəyin uşaqlar. Vururuq. Baxırıq ki, burada çatışmayan ilə 3 ilə 3'ün ikisini də gətirməliyik bura. Növbəti bura baxırıq uşaqlar. Baxın, burada 3 dənə 2 var, amma bizdə bir dənə 2'yi götürmüşük. Onda 2'si əlavə olaraq gətirməliyik bura. Vuraq bir də sonuncudan da yenə 7'yi də bura gətirməliyik. Çünki 7 yox idi burada. Bərabərdir. İndi biz bunları hesablayaq. 5'i 2'yə vursaq 10 vuraq. Deməli 9 vuraq. 4 dəfə də 7 28 bərabərdir. Onu 9'a vursaq 90 vuraq 28 bərabərdir uşaqlar. 28'i də 90'a vursaq 9 dəfə 8 72 7 yadda. 9 və 2 18 7 də yadda 25 sonuna da bir 0 gəlsək 2520. Uşaqlar qalıq da 1 alınır deyirsə üstədə bir dənə qalıq gəlsək 2521 olar cavab. Növbəti suala baxırıq. 47-ci sual həndəsə sualıdır. Hipotenuzu 13'dür uşaqlar. Düz bucaqlı üç bucaqdan gedir təbii ki söhbət. Bəli, görək nə deyir uşaqlar? Deməli, hipotenuzu 13'dür. Katetlərdən biri 12'dir. Üçbucağın o biri katetini tapın. Uşaqlar, Pifagor teoreminə görə düzbucaqlı üçbucağın katetlərinin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. X kvadrat üstəlik 144 bərabər 169'a. X kvadrat bərabər 169'dan 144 25 eləyər. X da 5'dir uşaqlar. Cavab 5. Növbəti suala baxırıq. 48-ci suala. Nə deyir burada? İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Və 2 dənə düz xətt çəkək. Bunlar kəsişsinlər. Bunlardan biri digərindən deyir 20 dərəcə kiçikdir. Yəni bura x-dırsa, onda bu ondan 20 dərəcə kiçik deyiləncə x çıxaq 20. Bunlar da uşaqlar qonşu bucaqlardır. Qonşu bucaqların da cəmi 180 dərəcəyə bərabər olduğunu nəzərə alsaq, 2x çıxaq 20 bərabərdir 180'ə. 2x bərabərdir 200'ə. X də bərabərdir 100 almış olarıq. Yerlərinə yazsaq, bura 100 olar. 100'dən də 20 çıxsaq 80 də bura. Bizdən də böyük bucaq soruşur. Böyük bucaq da olar 100 dərəcə. Növbəti suala baxırıq. 49-cu sual. Deməli, sürətdə əkob 90 və 45, məxrəcdə isə əbob
90 və 45. Deməli, burada bir şeyə fikir versəz görərsiniz ki, 90 45-ə bölünür. Onda əkop bunların böyüyünə bərabərdir. Əbob isə kiçiyinə bərabərdir. 90 da 45-ə bölsək, cavab 2 alınmış olar. 50-ci suala baxmışlar. 50-ci sualda nə deyir? Deyir, ölçüləri 6, 8, 10 olan düzbucaqlı parketin həcmini tapın. Düzbucaqlı parketin həcm düsturu A vurulmuş, B vurulmuş, C-dir. Yəni 6 vuraq, 8 vuraq 10. 6-yı 8-ə vursaq 48, onu da 10-a vursaq 480. Deməli cavab 480-dir. Növbəti suala baxırıq. 51-ci suala. 51-ci sualda deməli A bərabərdir 2, 3, 4, A və B. Bu çoxluğun alt çoxlanın sayını tapın. Uşaqlar, burada neçə element var? 1, 2, 3, 4, 5 element var. Onda 2 üstü 5 bizim alt çoxluqların sayıdır. Yəni cavab 32. Növbəti suala keçid eləyək. 52-ci suala baxırıq uşaqlar. Deməli, kök altında 39-un kvadratı çıxaq 36-nın kvadratına. Məxrəcdə isə 3 vuraq kök altında 5-in kvadratı çıxaq 4-ün kvadratına. Bərabərdir. Uşaqlar, müxtəsər vurma düsturuna görə biz kvadratlar fərqi kimi yaza bilərik. 39 çıxaq 36 vuraq 39 + 36. Məxrəcdə isə 3-ü saxlayaq, vuraq. Yəni 5-in kvadratı, yəni 5 çıxaq 4, 5 + 4 şəklində yaza bilərik. Bərabərdir, yəni kökü çəkəyin. 39-dan sürəti hesablasaq, 39-dan 36 çıxsaq 3 eləyər, vuraq 39 ilə 36-yı toplasaq 75 eləyər. Məxrəcdə isə 3 vuraq, kök altında 5-dən 4 çıxsaq 1, 5-in üstə 4 gəlsək 3 eləyər. Bərabərdir, buradan 3-ləri ixtisar apara bilərik. Kök altında sürətdə 75, məxrəcdə isə uşaqlar, burada uşaq üzr istəyirəm, burada 9 eləyir də, 5-in üstə 4 gələndə 9 eləyir. Uşaqlar, 9-dan da burada bu kökdən 3 çıxar. 75-i 3-ə bölsək 25. 25-dən də kvadrat neçə çıxar? 5 eləyər. Bəli, cavab uşaqlar 52-ci sualda cavab 5-dir. 53-cü suala baxırıq. Bizdə nə deyir 53-də? Deməli, sualı yenə bura sərgəli köçürək. 3A üstü 5 vuraq 8B üstündə uşaqlar. Burada səhvlik düşübdür. 4N plus 2 olmalıdır. Dərəcəsi deyir bizdə dərəcə 15-ə bərabərdir. Bizdən yeni soru sorur ki, n neçə olsa bunun dərəcəsi 15 olar. Uşaqlar, bir həlinin dərəcəsini tapmaq üçün onun qüvvət üstlərini toplayaq da dəyişənlərin. 5 üstə gələk 4n üstə gələk 2 bizdə bərabər olmalıdır 15-ə. 4n bərabərdir 15 çıxılmış 5 ilə 2-nin cəmi 7-yə. 4n bərabərdir 8-ə. N də bərabər 8-i də 4-ə bölsək cavab 2 eləyər. Bəli, n bərabərdir 2. 54-cü suala baxırıq. Şəkildir uşaqlar. Deməli, şəkili burada da çəkməyə çalışım ki, daha yaxşı izah eləyə bilək. Bucaqlar bölməsindədir. Deməli, A, B, C. Burada da bir perpendikulyar qaldırılıb uşaqlar. Burada bizə verilib, bura perpendikulyardır. Bura baxın, alfadır. Bura 4 alfadır. Bura isə 39-dur. Uşaqlar, bizim belə bir qayda var. Şübucağın xarici bucağın xassiyyəti. Yəni, şübucağın bir xarici bucağı, yəni 90 plus alfa, özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabər. Yəni, 4 alfa ilə 39-un cəminə bərabərdir. Bir də təkrarlayım. Şübucağın bir xarici bucağı, özünə qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Deməli, 90 çıxaq 39 bərabərdir 4 alfa çıxaq alfaya. Buradan da 90-dan 39 çıxsaq 51 bərabərdir 3 alfaya. Alfa alarıq 17. 51 3-ə böldük 17 aldıq. Bizdən hər hansı soruşur? Bizdən A, B, C-ni soruşur. Bizdən bax bu bucağı soruşur. Bax bizdən bu bucaq soruşur. Buraya bir x yazaq. Deməli biz alfa aldıq. Buranı təmizləyək. Biz alfa aldıq 17. Bura 90. Onda burada ümumi belə 90-dır da. Onda 90-dan
17 çıxsaq ikisi taparıq. 90-dan 17 çıxsaq cavab 63 dərəcə eləyər. Bəli, cavab 63 dərəcə. Növbəti suala baxırıq, 55-ci suala. X-in hansı qiymətində bu kəsrin mənası yoxdur? Sonra kəsrin mənası nə vaxt olmur? Məxrəc sıfıra bərabər olarsa. Bəli, ona görə məxrəci sıfıra bərabər götürürük. Bərabər sıfıra 4x bərabərdir 52-yə, x də bərabərdir 52 də 4-ə bölsək 13. Yəni 13 olarsa bu kəsrin mənası olmur. Sonra bu qədər, çox sağ olun, təşəkkür edirəm sizlərə.